kənd turizmi o deyil ki, bu adam getsin kənddə 5 ulduzlu oteldə qalsın. Bu adam gedir, məsələn mən harasa gedəndə, məsələn sonuncu dəfə biz İstanbula getmişdik yoldaşımla. O da buradan deyim, sonra deyəcəklər bütün gün gəzsin. Mənim o qədər gəzmək arzusunda deyiləm, həvəsim də yoxdur o qədər. O tur paketlər olur, bir də görsən 2 ay, 3 ay qabaqcadan alanda nə qədərsə. Yəni belə çox ucuz qiymətə bir şey idi. Nəysə indi ucuzdur, bahadır. Məsələn mən orada qardaş hər yer turist, hər yer turist. Bir də türk görmürsən. Qardaş hara gəlirsən? Dedim axırda dedim qardaş mən adi türklər, adi İstanbul vətəndaşı necə yaşayır? O məhəllələrə getmək istəyirəm ki, elə belə gəzim də mən gəlməmişəm ki, burada fransızı görüm, rusu görüm, ukraynanı görüm, özümüzünkülər. Bir-iki nəfər bizimkilər də gördüm, mən şəkilzad çəkdirdim. Dedim axı. Yəni baxın, kənd turizmi nədir? Kənd turizmi odur ki, məsələn kimsə gəlir, Fransadan gəlir Qubanın hansısa kəndinə. Və orada həmin bir kəndlinin evində bir qonaq otağı olur. O sırf o turist üçün düzəldilib. Orada məsələn yataq otağı, bir televizor, internetə çıxışı, bir hamam otağı, rahat balaca ki, orada gəlib illərdən qalmayacaq ki. Yoldaşın ailəsindən qalırsa indi bir otaq, 2 otaq. Sonra səhər durur, həmin o ailə ilə bir yerdə səhər yeməyi yeyir. Sonra gedir kəndi gəzir, qayıdır, gəlir yenə günorta yeməyini o ailə ilə yeyir, danışır, mədəniyyətini öyrənir, bir-birini ünsiyyət edir. Sonra da gündəlik o xərcini ödəyir, birbaşa çıxır gedir. Düzdür ya? Bu kənd turizmi budur. Adam da xoşbəxtdir, çünki baxmayın da nə qədər də bahozu o 5 ulduzlu otellərdən ucuz olacaq o kənd. Həm təbii olacaq, həm gözəl olacaq, həm də birbaşa kəndi də qazanacaq da. Düzdür ya? Mən sizə əmin edirəm, istənilən turist kənd evində bir gün qalmağa rahat 100 manat verər xaricdən gələn turistə. 100 manat bizim 100 manatımız olan 50-60 dollar filan eləyir də. 60 dolların içində yemək, içmək, qalmaq, İstənilən kəndli içində bir turisti bir gündə 100 manata saxlamaq nədir ki? Uzaq başı 20 manat onun gündəlik yeməyinə xərcləsin. Adam başına 20 manat. O qədər də xərcləyənməz. Günə 1 kilo ət yeməyəcək ki bu. Onu da baxın neçə dənə siz kənddə eşitmisiniz ki, bizim turizm naziri filan kənddə pilot layihə olaraq məsələn 30 evdə belə qonaq evləri tikməyinə yardım edib, subsidiya verib. Və yaxud da neçə yerdə eşitmisiniz ki, məsələn kənd turizm naziri məsələn Qubanın, Xaçmazın, İsmailin filan kəndindəki kənd turizminin təbliğini eləyib. Gəlib aeroportda paylayıb, gedib xaricdə təbliğ edib. Düzdür ya yox? Yoxdur. Gürcüstanda görmüşəm, Avropanın bir layihəsi var, Avropa İttifaqının. Elə bir layihəsi var. Bizdə amma o məsələlər yoxdur. Biraz imkan olan Afremiyet tikir, arenda edir. O da yəni həmin o... Bilirsiniz niyə yoxdur? Çünki gələn turistlər gedib daha ucuz, daha səmimi, daha gözəl və daha keyfiyyətli istirahəti 3 qat daha ucuza alsa, buradakı 5 ulduzlu otellərdə kim qalacaq? Və yaxud da regionlardakı kababxanalara kim gedəcək? O yalandan dağların başına turba qaldırıb şəlalə kimi yuxarıdan aşağı vurdular, biabırçı. Oralara kim gedəcək? Düzdür? Ya bu yenə deyirəm, mənim bu subyektiv fikrimdir. Mən indi 25-ci il sentyabrda tamam olacaq ki, siyasi fəaliyyətlə məşğul olam da, yəni birbaşa siyasi. Və baxın, bu mənim subyektiv fikrimdir. Deyir, sobanın körünü olsa təkədən pendir tutar. Yəni, əgər biz istəsək ki, bu xalq dolansın, biz istəsək ki, bu xalqın əli pula çatsın, biz istəsək ki, bu doğrudan inkişaf eləsin, vallahi yolları var, metodları var, qaydaları var. Biz Amerika kəşf eləməyə ehtiyacı yoxdur zaten. Gedib, məsələn, laf bu işi bilmirik. De ola bilər də, deyir, evdə pişməyib, qonşudan gəlməyib. Hardan bilək? Düzdür? Gedirsən bu işi biləni, qəpik quruşla bir icra başçısının avtomobilinin qiymətinə kiralayırsan, gətirirsən, sistemi qurur, sənə təhvil verir. Və salam, vallahi sonra lap maaşını da ver, oturtsun, işlətsin, əgər bacarmırsansa. Zaten elə olur da. Məsələn, görürsünüz bizdə Bakıda əvvəl evləri kimlər tikirdi? Türk firmaları tikirdi. İndi bizimkilər onlardan möhkəm tikir. Gözü öyrənirlər, götürürlər. Yəni, bunu eləmək lazımdır. Turizm ən asan və ən, belə deyək də, çox gəliri olan, yəni heç nə çox şey satmadan gəliri olan sahədir. Türkiyə görə neçə milyard qazanır. Bizdə bax tarixi turizm adına nə bilirsiniz? Haram bilirsiniz? İçəri şəhərdə Şirvanşahlar Sarayı, Qız Qalası. Sonra Yanardağ və salam. Abşeron, Bakı Abşeron. Yoxdur, yəni bu boyda Azərbaycanda bir dənə tarix yeri yoxdur. Mən bax getdim regionlarda türbələr dağılır günündə, kilsələr var, balaca, Alban dönəmdə Şəkidə falan. Onlar orada dağılır, qəbir üstü abidələr dağılır, tarixi Gədəbəyin başında bir Koroğlu qalası var. Çıxırsan neçə metr yuxarı,
qala dağılıb yox deyir. Bunu turist gələndə necə görmək istəyir. Get göstər də onu da. Düzdür ya yox. Və yaxud da tutaq ki, ekstremal turizm. Bizim dağımız da var, dənizimiz də var. Dəniz turizmində nə var? Bax, kebab yeyib üzməkdən başqa. Dəniz bax bu o görmüsünüz də istirahətlər, o skuterlar filanlar, beşməkanlar, dəniz turizmi də bir katerə minib gedib gəzmək filan var bizdə. Yoxdur. Niyə? Yəni özlərinə əziyyətə salın. Ekstremal turizm, dağa dırmaşmaq, paraşutla hoppanmaq filan, nəsə o qədər şeylər var ki, bax tibbi turizmdə var, palçıq vulkanı, naftalar. Bunları inkişaf elətdirir, insanlara aç. Bunlar bizi tək əldə yığmaq istəyirlər deyə, monopoliyalaşdırmaq istəyirlər deyə hər şeyi. Xalqa açıq deyil. Bilirsiniz, məsələn, hansısa bir iş adamı balaca bir iş açsa, görsələr gəliri var, o dəqiqə hop qonurlar ora. Düzdür ya yox? Əvvəl məhəllə marketləri var idi. İndi hamısı sıradan çıxıb. Niyə? Böyük marketlərin hamısı xırda misal üçün. Ya o baxımdan yenə deyirəm, mən indi çox geniş danışdım, ümumi danışdım. Regionlarda da vəziyyət elədir. Valla regionlarda da vəziyyət. Yəni regionlarda daha ağırdır vəziyyət. İndi sizə təşəkkür düşür ki, elə yəqin adına uyğun yurtdaş, yurt TV olar. Regionların problemləri 2 qat, 3 qat. Hələ mən məsələn gənclərimizin pis vərdişlərə alıdə olmasını, içkiyə, narkotik vasitələrə, düzdür və qeyri-sağlam həyat tərzlərinə, özünə nümunə götürdükləri şəxslərin kimliklərinə, bununla ümumiyyətlə biz hələ o səviyyəyə gəlməmişik. Biz hələ gənclərin qarnını doydurmaq, əynini geyindirmək mərhələsindəyik. Biz hələ bunların tərbiyəsi, təhsili, bunların inkişafı filanı beşməkan səviyyəsinə gəlib çatmamışıq. Məsələn, mən Soveti biz tənqid edirik, təbii ki, tənqid olunmalıdır. Amma məsələn, mən ucqar bir Akstafanın ucqar bir kəndindən də bizim kökümüz, əslimiz, düzdür, əslimiz Ərdəbildən də ora gəlmişik də belə deyil. Mən orada bir məktəbdə Sovet dönəmində məktəb dağılmış, fikirləşin, Sovet dağılır, müstəqillik qurulur, köhnə sistem dağılır, təzə sistem qurulmayıb. O arada belədə mən o məktəbin kimya otağına getdim. Baxın, Ucqar kənddə, bax, butulkalarda, kolbalarda maddələr, filənlər, beşməkanlar, şahmat taxtaları, şahmatlar, şaşqilər, kitabxana, kitabxanada nələr yox idi. Beynəlxalq, yəni dünya klassiklərindən tut bizim klassiklərə. İndi oxumurlar başqa şey, şahmata qədər var idi, şahmat bilirdi amma. Düzdür ya, yəni indi biz özümüz bunu çatdıra bilmirik ki? Yəni niyə eləmirik ki? Neçə dənə baxın şahmat dərnəyi tanıyırsınız? Neçə dənə, nə bilim, musiqi dərnəyi tanıyırsınız regionlarda, kəndlərdə, düzdür? Yəni idman dərnəyi neçədən tanıyırsınız, hə? İdman ki, biz güləş doğulanla elə qardaşlarla güləşə gülür. Neçə kənddə güləş məktəbi var? Biz icra başçısı çağırsın hər kənddən. 30 kənd var elə. Hər kənddə bir adama desin ki, qardaş, ayda sənə 500 manat verəcəm. Öhdəliyin də odur ki, kənddə 10 dənə uşağa güləş öyrət. 10 dənə uşağa tutaq ki, karate öyrət. Hani bizim futbol? Neçə kənddə siz futbol meydançası görmüsünüz? Görmüsünüz? Yoxdur, amma otlaq sahəsidir. Amma meydançası olmalıdır, qırağı bağlı, top olmalıdır, ora getməlisən, futbolu. Və biz nə oldu? Topla da top təpikləmək, dünyanın ən bahalı oyunçuları biz zaten Nigeriyadan. Bu texnologiya tələb eləmir də, topu təpikləməkdə nətər top təpikləyən də tapa bilmirik. Yəni bu qədər bacarıqsız, istedadsız olduq. Var, kifayət qədər var, amma onu tapacaq mexanizmlər yoxdur, onu işlədəcək mexanizmlər yoxdur. İzah edə bildim. Bəlkə bizdə məsələn Einsteinlər var, sadəcə Einstein hansı kənddə qoyun otarı bizdə indi. Niyə? Çünki dayda yoxdur gəlib Einstein ola bilməsi üçün. Amma mexanizm bizdə elə olmalıdır ki, Einstein avtomatik gəlsin öz yerini tapsın. İnşallah inanıram ki, nə vaxtsa qurulacaq bu mexanizm.